Tək Chelsea deyil əslində. Bax, Liverpooldur, Napolidir, Ajaxdır, Eintrachtdır. Əgər bu komandaların hər biri öz oyunlarının maksimumunu oynasa, Qarabağa təbii ki, şans yoxdur. Yəni, Qarabağ da maksimumunu oynasın, onun rəqibi də maksimumunu oynasın. Burada səviyyə fərqi həddindən artıq yüksəkdir. Amma futbolda həmişə belə olmur da, özün də yaxşı bilirsən ki, hətta dünyanın ən güclü komandası belə mövsüm boyu keçirdiyi oyunların hamısını maksimumda oynaya bilmir. Hardasa onların günü olmur, hardasa force major yaşanır, qırmızı vərəqə alırlar, ya nəsə bir şey baş verir. Hardasa hansısa oyunçu itkisi ilə üzləşirlər, hardasa sadəcə nəsə alınmır, hansısa oyunun ruhuna düşə bilmirlər. Bu həmişə futbolun içində olan şeylərdə həmişə baş verir. Ümid eləyək ki, bax o çatışmayan nələrsə olsa Chelsea-nin oyununda Qarabağ bundan maksimum yararlana bilsin və Qarabağın oyunu alınsın. Çünki Qarabağ ən azından Bakıda, azarkeş dəstəyi altında və açığı Tofiq Bəhramov da biraz skeptik stadiondur və skeptik meydançadır. O Avropanın dəbdəbəli arenalarından çox-çox fərqlənir. Çünki bu əslində arena olaraq, o quruluş strukturu olaraq Sovetlər vaxtına qabətdə Stalin işarəsi ilə. Yəni Olimpiya stadionu, sırf futbol stadionu deyil. Amma elə bil ki, Qarabağ özünü orada daha rahat hiss edir. Nəinki Olimpiya stadionunda, nəinki başqa bir meydançada və arenada. Qarabağ bu üstünlüklərdən istifadə eləməlidir. Elə komandalar var ki, bəlkə Qarabağ üçün daha yaxşı qazonda, daha yaxşı şərtlər altında oynamaq sərf eləyir. Amma Chelsea kimi böyük klublardan və Atletico Bilbao'nu gördük, biraz bəlkə mənə elə gəlir ki, bax bu stadion daha əlverişlidir. Baxaq, gözləyək, yenə deyirəm, Qarabağdan biz nə gözləyə bilərik? Sadəcə ümid eləyə bilərik, sadəcə bizə sevinc bəxş etdiklərinə görə sevinə bilərik. Amma real güclər çox fərqlidir. Amma mənim proqnozum odur ki, Qarabağ bu oyunda sona qədər mübarizə aparacaq. Uduzsa belə, əvvəlki iri hesablı o Çempionlar Liqasındakı Chelsea ilə maçlardan fərqli olaraq bu dəfə hansısa minimal hesablı məğlubiyyət yaşana bilər. Hətta heç-heçə də çıxara bilərik. Yəni, gözləntilərim var. Böyükdür. Ümumiyyətlə, Qarabağın adı gələndə həmişə bir ümid işartısı yaranır. Və mən həmişə deyirəm, Azərbaycan futbolu sanki Qarabağın Avrokubok oyunlarına yaşayır. Qalan vaxtları o bir süstlükdədir, bir sükutdadır. Ümid eləyək, gözləyək.